bir tədbirdə iştirak etmək açıq deyim ki, çox fərəhli, həm də çox şərəflidir. Arzu xanım, sizə təşəkkür edirik ki, həssas qruplardan olan görmə qabiliyyəti məhdud şəxslər üçün xüsusi formatda hazırlanmış Soyuq Günəş filmini məhz Masallıda təqdim edirsiniz. Səsli təsvirli filmlər artıq bütün dünyada var. Hamınıza təşəkkür edirəm dəstəyiniz üçün. Bizə və bugün buradakı balalarımıza, uşaqlarımıza, fiziki imkanları məhdud olan dostlarımızın yanında olduğu üçün hər birinizə təşəkkür edirəm. Yəni insanın daxili dünyasının gözəlliklərini göstərən belə layihələr mənə elə gəlir ki, həyatda vacibdir. Təşəkkür edirik, çox sağ olun, minnətdarım.